Allahın dostları, Allahın yolunu gedən imam olmağa layiq belə adamlardır. İnnəmə vəliyyukumullah və rəsulu. Sizin vəliniz Allah və Peyğəmbərdir və demir kimdir? Deyir, vəlləzinə amenulləzinə yuqimunəs-salah və yu'tunəz-zəkah və hum rakiun. O kəslər ki, namaz qılır, zəkat verir və bir halda ki, rükû halındadılar. Yəni, deyir, imam, yəni sizin üçün bu qədər aşiq olan sizə adamdır ki, dözmür ki, namaz qutarsın, rükû halında üzüyünü verir yoxsula. Yəni, bu adama, bu qədər sizi sevən adam sizə imam ola bilər. Bu qədər sizi sevən adam. İmam Rıza Aleyhisselam ona görə deyir ki, atamdan eşitdim Musa ibn Cəfərdən, o atası Cəfər ibn Muhammeddən, o atası Muhammed ibn Əlidən, o atası Əli ibn Hüseyndən, o qardaşı İmam Həsəndən, o atası Əli ibn Əbu Talibdən, o Peyğəmbərdən, o Cəbraildən, o Allahdan ki, Nişapur cəmatına deyir, 120 min cəmat, nə qədər adam. İmam Rıza keçir bir dəqiqə dayanır, deyir, bunlardan eşitdim ki, Allah buyurur ki, kəlimətu la ilahə illallah hisni, la ilahə illallah kəlməsi mənim qalamdır və mən dəxilə hisni əminə min əzabı. Kim bu qalaya daxil olsa, əzabımdan amandadır. Deyir, getdi bir-iki addım dəvə. İmam deyir, təzdən kəcavənin pərdəsini çəkdi, dedi, bi şurutiha və ənə min şurutiha. Amma bunun şərtləri var ki, biri də mənəm. Bir də mənəm. Yəni, bu yol Allaha doğru gedən yol göstərən istəyir. Gəlin, bizim dalımızca düşün. Onu Məmunun hakimiyyəti dövründə dedi. Yəni, bunların dalıca getməyin. Bizim Əhl-i Beyt imamlarının dalıca gedin. Və başqa hədisdə də buyurur ki, Allah buyurur, vilayətu Ali ibn Əbi Talib hisni. Əlinin vilayəti mənim qalamdır və mən dəxilə hisni əminə min əzabi. Kim bu qalaya daxil olsa, əzabımdan amandır.